Bismillahirrahmanirrahim. Hər birinizi Uğur Travel şirkəti olaraq salamlayırıq. Bugün 28 may Məşəd Kərbəla ziyarətimiz baş tutub. Allah ziyarətimizi qəbul eləsin inşallah. Allah inşallah bizi sağ-salamat gedib ziyarət eləyib, sağ-salamat qayıdanlardan qərar versin. Amin. Allah ziyarətlərimizi qəbul eləsin. Amin demirsiniz, elə bir. Allah'a and verə izzətinə, cəlalına xatir. Allah bizi bir an belə öz nəzərindən, məğfirətindən ayrı salmasın. O gün olsun inşallah ki, Allah hər birimizə nəsib eləsin ki, hal-hazırda Azərbaycandan bir neçə qrup vacib həcc ziyarətindədir. Allah bizlərə də vacib həcc ziyarəti nəsib eləsin inşallah. Allah qəbul eləsin. Yallah Seyid, buyur. Allah hər birinizin ziyarətini qəbul eləsin. İnşallah İmam Rıza Əleyhisselamın qonağı olasınız. Həzrəti Əli Əleyhisselamın, İmam Hüseynin, Əbəlfəz ağanın qonağı olasınız. Allah Taala o qapılardan heç birinizi əli boş qaytarmasın. Amin. Ya Allah, Bismillahirrahmanirrahim. İnşallah Uğur Travel şirkəti olaraq hər birinizi salamlayırıq. Allah ziyarətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Bu bir neçə gün ərzində 7 imam, 4 peyğəmbər ziyarət eləyəcəyik. Neçə peyğəmbər balalarını, övliyaları ziyarət eləyəcəyik inşallah. Allah nəsib eləsin, Məkkə Mədinə ziyarətində bu cəmlə bərabər gedib ziyarət eləyək inşallah.